Həmçinin dəyərli qardaşlarım 73-cü sünnə Allah Rasulundan deməli namazdan sonra sünnət namazlarını qılmaq üçün yeri dəyişmək. Sahabələrdən Abdullah ibn Ömərdir, ibn Məsuddur. Bunlar əsərlər varid olub ki, onlar fərz namazlarını qıldıqlar sonra və yaxud da evdə namazlarını qıldıqdan sonra sünnə namazları üçün ayrı-ayrı yerlər seçərdilər. Hətta sahabələrdən biri Peyğəmbər s.ə.v-in zamanında fərzi qıldıqdan sonra dalıcan dərhal sünnəti durur qılır. Və Allah Rasulü onun ardınca adam göndərir namazdan sonra. Bir ged ona denən ki, gələn dəfə belə etməsin. Ya yerini dəyişsin, bu onu göstərir, yeri dəyişmək olar. Zikr etsin, ya da müəyyən bir vaxt otursun, sonra nə etsin? Dursun, qılsın sünnət. Ona görə də hətta bəzi alimlər deyirlər ki, o qıldığın yerlərin qiyamət günü şahidlik etməsi olacaq. O Zəlzələ surəsində Allah Taala buyurur, yerdir, şahidlik edəcək. Ona görə bəzi alimlər deyirlər ki, nə qədər yerini dəyişsən, qılsan, bu sünnədir Peyğəmbər s.ə.v. Həmçində bir dənə yerdə daimi oturmaq bəyənilmir. Dəvə kimi Peyğəmbər s.ə.v qadağan edib, eyni yerdə həmişə çökməyə, eyni yerdə həmişə oturmağa. Ona görə yeri dəyişmək, bu Allah Rasulunun sünnətidir ki, fərzi qıldın, sünnəti biraz aralıda qılmaq.